Milli Gimnastika Arenasında keçirilən tədbirin açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca çıxış edən Azərbaycan Güləş Federasiyasının prezidenti Mikhail Cabbarov Azərbaycanın dünyanın ən nüfuzlu yarışlarına səhnə olan ölkələrdən birinə çevrildiyini vurğulayıb. Qurumun rəhbəri dövlət dəstəyi sayəsində ölkədə müasir idman infrastrukturunun formalaşdığını və güləşlə daxil olmaqla müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Daha sonra söz Gənclər və İdman Naziri Fərid Qayıbova verilib. Nazir, Mundialı İdman Bayramı adlandıraraq paytaxtımızın beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini, həmçinin Bakının dünyanın aparıcı idman mərkəzlərindən biri olduğunu bildirib. Çempionatın yüksək səviyyədə təşkil edildiyini bildirən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, yeniyetmə atletlərin qarşıdakı illərdə Olimpiya oyunlarında da öz ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib. Laloviç, rəhbəri olduğu quruma dəstəyə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb. Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yarışlara gəlincə, ilk gündə Yunan-Roma növü üzrə 5 çəki dərəcəsində təmsilçilərimiz mübarizə aparıb. Onlardan 3 medal şansını saxlayır. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan İsfahan Həsənov finaladək irəliləməyi bacarıb. Qızıl medal uğrunda o, İranlı Alireza Rezayi ilə qarşılaşacaq. 48 kiloqram çəkidə Ömər Salmanov və 65 kiloqram çəki kateqoriyasında Orxan Həbibli yarımfinalda məğlub olublar. Bu gün onlar bürünc uğrunda güləşəcəklər. 110 kiloqram çəki dərəcəsində Emin Baxşaliyev və 55 kiloqramda Qurban Məcnunov üçün isə mundial artıq bitib. Bu gün daha 5 Yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan yalnız 92 kiloqram çəkidə Zöhrab Səfərov start görüşündə uduzub. 45 kiloqramda Əli Cavadlı, 51-də Abdurrahman Hüseynli və 60-da Elmir Çərkəzov yarımfinala yüksəliblər. Xatırladaq ki, dünya çempionatında 60 ölkədən ümumilikdə 700-ə yaxın pəhləvan iştirak edir. Turnirə avqustun 2-sində yekun vurulacaq.